Herkese salam da sizler necəsiniz? Bugün sizlerle bir yerde yeni bir kombin videosu çekeceğim. Bu arada makyajsızam, ev paltarındayım. Yani başlayalım. Bu mamanın şalvarıdır. Mamanın geyim tərzi çok az da olsa mənim tərzimə oxşuyur. Mən hər tərzdə giyindiyim üçün belə bir şalvarlarda sevirəm yəni. Fərqli bir tərzdə giyinəcəm. Ona görə dedim ki, videoda çəkim, maraqlı olar. Bu 38 razmerdir. Mən 32-də, ən balada 32 razmer geyinirəm. Bunu kəmərlə tutacağıq. Geyinim gəlim. Görsənir. Tam görsənir mi bilmirəm. Bu isə üstünə belə bir sarıçka geyinəcəm. Sarıçka qırışdı, ona fikir verməyin. Çünki üstünə başqa köynə də geyinəcəm, o görsənməyəcək. Ha dostlar, sarıçkanı da geyindim. Gördüyünüz kimi mənim bu cür görsənir. Orada saçım başım biraz dağınıqdır. Üzürlü sayın. Çara çıxanda makyaj falan eləyəcəm. Geyimi birinci geyinməliyəm ki, makyaj edə bilim. Bu cür gördüğünüz gibi qırışdığına fikir vermirik. Bu köynəyə geyinəcəm. Bu cürlə. Bu arada məncə belə də qəşəng görsəndi. Nə deyirsiniz? Şalvar əlimə tam olsaydı möhtəşəm olardı. Amma heç nə olmaz, problem deyil. Bu arada kəməri açdım, boşaltdım da belə görsənir. Ayaqları biraz çox boldu da, uzundu mənə. Uzun olduğu için belə yerə sürtünür, yağış falan olsa palçıq olacaq. O biraz problemdir. Boş olanda bu arada belə görsənir. Yəni kəmərsiz əlimdən düşdüyü üçün belədir. Rahat belə, rahat hiss edirəm. Amma kəmərlə yuxarıya qaldıranda biraz yaxşı görsənmir də. Sıx görsənir, yaxşı görsənmir. Belə məncə daha qəşəng görsənir. Qərarsızam, ona tam qərar verməmişəm. Yuxarıdan dar eləyim, kəmərlə bağlayım, bir də elə baxaq. Fikirlərinizi rəylərdə yazın. Kəmərli istifadə edim, yoxsa kəmərsiz? Fərqi indi görəcəksiniz. Baxın, belə görsənir kəmərsiz. Elə məncə belə daha rahat olacaq mənə. Geyim tərzim. Bu arada hər tərzdə giyinməyi sevdiyim üçün bu kanalda yəni hər geyim tərzində məni görəcəksiniz də belə deyim sizə. Məncə olduqca şık və qəşəng kombin oldu. Əlimə gümüş üzüklər falan da taxsam məncə fərqli bir aura qatmış ola bilərəm. Gördüyünüz kimi sportiv və klassik oldu. Üzüklər də taxsam məncə biraz fərqli bir abu-hava yaradacağım. Üzüklərlə belə görsənir. Biraz da abartmaq olar, üzüklərim çoxdur. Hələlik belə idarə edək. Belə. Kombinimi bəyəndinizsə videonu bəyənmək, kanalıma abunə olmaq və fikirlərinizi rəylərdə yazmayı unutmayın. Sizləri sevirəm. Bay bay. Bu arada altına da klassik ayakkabı giyinəcəm. Altı üstü qara sadə bir krasov giyinəcəm. Bye.